Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Sağlam Məktəbli layihəsi çərçivəsində daha 2 ümumi təhsil müəssisəsində maarifləndirmə tədbiri həyata keçirilib. Layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə növbəti görüş Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 189 və 190 nömrəli orta ümumi təhsil məktəbində təşkil olunub. Təxmini 100 nəfər iştirak etdiyi bu görüşdə meyvələrin uşaqların psixoloji, zehni və fiziki inkişaflarında önəmli rolu qeyd olundu. Həmçinin uşaqlara meyvələri günün hansı saatında və hansı miqdarda istifadə etmələri haqqında məlumatlar verildi. Bir məqamı da qeyd edim ki, ümumiyyətlə sağlam qidalanmanın, həmçinin meyvələrin uşaqların inkişafında rolunun təbliğ olunmasında həm valideynlərin, həm də müəllimlərin üzərinə də böyük vəzifə düşür. Belə ki, onlar sağlam qidalanma vərdişlərinin aşılanmasında, uşaqların düzgün qida seçimlərinin edilməsində nümunə olmalıdır. Çünki bu da uşaqların gələcəkdə xəstəliklərdən uzaq və sağlam yaşamaqlarına kömək edə bilər. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.